Konversiyon pozuntu nədir? Konversiyon pozuntu xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir, nevrotik xəstəliklər qrupuna daxildir, nevrotik pozuntular qrupuna daxildir. Köhnə nomenklaturada konversiyon pozuntuya isterik nevroz deyə adlandırılırdı. Cəmiyyət arasında isə konversiyon pozuntu zamanı müşahidə olunan tutmalara qıc olma halları, bayılma halları, ürək getmə, huşun itməsi deyə adlandırılır. Kliniki müşahidələr zamanı görülür ki, konversiyon pozuntu zamanı müşahidə olunan tutmaların epilepsiya xəstəliyi zamanı müşahidə olunan tutmalarla qarışdırıla bilər. Məhz buna görə də bugün həmin bu mövzuda konversiyon pozuntu və epilepsiya zamanı müşahidə olunan tutmaların diferensial diaqnostikası haqqında danışacağam. Konversiyon pozuntu ümumiyyətlə nə deməkdir? Konversiyon pozuntu sözündə konversiya ifadəsinin mənası çevrilmə deməkdir. Konversiyon pozuntu patogenetik olaraq necə başlayar? İndi isə gəlin bunlara aydınlıq gətirək. Konversiyon pozuntu zamanı onun başlanması üçün şəxsdə yaranmış əsəbilik, gərginlik, narahatlıq, qıcıqlılıq, həyəcan, qorxu, təşviş, təlaş, tədirginlik halı yaranır və bu halı aradan qaldırmaqda şəxs çətinlik çəkir. Nəticə etibarı ilə bu yaranmış psixoloji vəziyyətlə bağlı olaraq beyin gərginliklə çalışır və bunu aradan qaldıra bilmir. Nəticə etibarı ilə bunu bədənə sirayət edir, bədən dili ilə ifadə etmiş olur. Yəni fiziksel və bədənsəl kliniki əlamətlərlə, yəni motor və hərəki simptomlarla özünü göstərir. Bu zaman şəxsdə əsmə, tərləmə, titrəmə, tremor, üşütmə, soyuma, temperaturanın yüksəlməsi, istilik basma, bədənin müxtəlif nahiyələrində hissiyyat pozulmalarının yaranması, xüsusilə yuxarı və aşağı ətraflarda uyuşma, keymə hissiyatının yaranması, eyni zamanda qarışqa gəzmə, iynə batırma hissiyatının yaranması, həmçinin əllərin caynaq formasında bu formada yığılması müşahidə edilir. Həmçinin ağrılar boyun, döş qəfəsi, bel, qarın boşluğu yuxarı və aşağı ətraflara yayılmış olur. Ağrılar yanma, sancma, dartma, göynəmə şəklində müşahidə edilir. Bununla yanaşı olaraq şəxsin bu zaman üzü vahiməli bir baxış alır, alnı qırışır, göz bəbəkləri genişlənir, göz alması bərəlir, ağız bucağı aşağıya doğru enmiş olur, üzü qızarır, rəngi avazıyır. Artıq bu halda şəxsdə qıc olma halları, yəni tutma halları müşahidə edilir. Tutma iki vəziyyətdə müşahidə edilə bilər. Bu zaman şəxs həm uzandığı və yaxud da oturduğu yerdə gözü bir nöqtəyə zillənərək, fikri sanki dağılaraq müşahidə edilə bilər və yaxud da ki, şəxs dayandığı yerdən rahat şəkildə dizlərini bükərək sakit formada yerə bayılmış olurlar və bu zaman hər hansısa bir travmatik hal müşahidə edilmir. Bununla yanaşı olaraq həmin şəxsdə bu zaman nitqin çətinləşməsi, kəkələnmə, hətta nitqin dayanması, nitqin olmaması ilə nəticələnə bilər. Bəzən isə görmənin pozulması, görməmə və yaxud da buna biz isterik korluq deyirik, eşitmənin olmaması, biz buna isterikarlıq deyirik, müşahidə edilir. Qeyd etdiyim bu tutmalar 15-20 dəqiqədən 2-3 saata qədər, bəzən saatlarla, bəzən isə bir neçə gün, yəni bir neçə sutkalarla davam edə bilər. Şəxsdə bu zaman fizioloji aktlar saxlanılır. Yəni ürəyin döyünməsi və tənəffüsün alıb verilməsi prosesi icra edilir. Bu klinik əlamətlər irəlilədikcə şəxsdə depressiv epizodun yaranmasına səbəb olur. Şəxsin əhval-ruhiyyəsi aşağı düşür, özünə qapanır, həyatdan zövq almır, maraq dairəsi enir. Nəticə etibarilə bu zaman şəxslərdə əvvəllər xoşladığı qidalarla qidalandıqda belə yeməyin dadı tamı belə əvvəlki kimi ağzında dadmır. Əvvəllər hər hansısa bir alış-verişdən zövq alırdılarsa, ondan zövq ala bilmir. Geyimini dəyişməkdən zövq ala bilmir. Biz buna anhedoniya deyirik. Şəxsin enerji potensialı enir. Hərəkətsizlik yaranır. Şəxs yatağından qalxıb hərəkət edə bilmir. Oturduğu yerdən qalxmaq istəmir. Biz buna evolyusiya deyirik. Həmçinin irəliləyən etaplarda şəxsdə qidalanması pozulur, iştahsızlıq yaranır. Bunun fonunda irəliləyən etaplarda şəxs sürətli çəki itirməyə başlayır. Bununla yanaşı olaraq cinsəl disfunksiya müşahidə olunur. Xüsusilə kişilərdə erkən boşalma, tez boşalma problemləri yaranmış olur. İrəliləyən müddətlərdə şəxsdə yuxu pozuntusu yaranır. Şəxs klinik tablo ağırlaşdıqca yuxu zamanı belə konversiyon tutmalar, qıc olmalar müşahidə edilmiş olur.
Sadaladığım bu klinik əlamətlər proqressivləşdikcə və ağırlaşdıqca şəxsin həyat keyfiyyətini aşağı salar, rutin həyatını pozar, funksionallığını aşağı salar, əmək qabiliyyətini, iş qabiliyyətini aşağı salmış olar. Nəticə etibarilə şəxsin ətraf mühitdə olan insanlarla, iş yoldaşları ilə, tələbədirsə tələbə yoldaşları ilə, məktəblidirsə məktəb yoldaşları ilə münasibətlərində mənfi təsir göstərər, münaqişələrə meylli olarlar. Şəxsin akademik bacarıqları aşağı düşər, anlama, qavrama, yadda saxlama problemləri yaranmış olar. Nəticə etibarilə dərs perspektivaları, iş perspektivaları aşağı düşmüş olar. Artıq bu halda patogenetik olaraq konversiyon pozuntu bir xəstəlik kimi başlamış olur. Konversiyon pozuntunun diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir. Konversiyon pozuntulu xəstələri biz iki halda müşahidə edə bilirik. Birinci halda ambulator şəraitdə, yəni poliklinik şəraitdə müşahidə edə bilərik. Bu zaman şəxsin özü oyaq halda, ayıq vəziyyətində, yəni öz ayağı ilə müraciət edə bilər və yaxud da ki, öz yaxınlarının köməyi ilə əgər konversiyon tutma müddətində müraciət edirlərsə, əlil arabasında və yaxud da ki, yaxınlarının qucağında müraciət etmiş ola bilirlər. Çox ağır bir klinik tablo yaranmış olur. Eyni zamanda bunları ikinci halda isə biz stasionar şəraitdə, yəni yatılı şəraitdə xəstələr üzərində müşahidə edə bilərik. Bunlar adətən acilə müraciət etmiş xəstələri və eyni zamanda reanimasyon şəraitdə huşsuz vəziyyətdə olan xəstələr üzərində apardığımız klinik müşahidə etapında görə bilərik. Yəni hər iki halda biz həkim-psixiatr olaraq şəxsi ilk növbədə obyektiv müşahidə edirik. Yəni gözlərimiz şəxsin nəzərində olur. Bu halda biz şəxsdə baş vermiş tutmalara, tutmanın müddətinə, tutmanın xarakterinə diqqət yetiririk. Şəxsin davranışına, duyğularına diqqət yetiririk. Həmçinin bu zaman şəxsin nitqinə, danışığına, ətrafla olan ünsiyyətinə diqqət yetirmiş oluruq. Əgər pasiyent danışa bilirsə, bu zaman pasiyentin şikayətlərini dinləyirik və yaxud da ki, pasiyentin özündən və eyni zamanda müayinə etapında pasiyentlə birlikdə müraciət etmiş yaxın qohumlarından xəstəlik haqqında olan anamnezi, yəni xəstəliyin necə baş verməsini, hansı klinik əlamətlərin görülməsini, neçə müddətdir baş verməsini, hansı dərman preparatları qəbul etməsini, bu vaxta qədər dərman preparatlarını hansı dozada davam etdirilməsi barədə məlumat almış oluruq. Biz buna anamnez deyirik. Eyni zamanda dərindən sorğu aparmış oluruq. Və apardığımız 30-40 dəqiqə müayinə etapında artıq diaqnozu təyin etmiş oluruq. Konversiyon pozuntuda risk faktorları arasında şəxsin narkotik və alkoqol maddələr istifadə etməsi, müxtəlif psixotrop və psixostimulyator dərman preparatlarından asılılığının olması, şəxsin həmçinin kəllə-beyin travması alması, tez-tez əsəbləşməsi, ailəsində daim olaraq ailə-daxili münaqişələrin olması və şəxsin uşaqlıq dönəmindən, yeniyetməlik çağından cinsi istismara, cinsi təcavüzə məruz qalması şəxsdə konversiyon pozuntunun yaranmasında risk faktorları arasında görülməkdədir. Konversiyon pozuntu zamanı müşahidə edilən tutmaların epilepsiya xəstəliyi zamanı müşahidə edilən tutmalardan fərqi nədir? Gəlin indi isə bunlara aydınlıq gətirək. Birincisi, konversiyon pozuntu psixiatrik bir pozuntudur. Konversiyon pozuntu zamanı adətən baş beyin müayinələrində, baş beynin KT müayinəsi, MRT müayinəsi, EEG müayinəsi zamanı hər hansısa bir patologiya aşkarlanmır. Lakin burada da istisna hallar vardır. Əgər şəxs müəyyən bir etapda avtoqəza keçiribsə, döyülübsə, kəllə-beyin travması alıbsa, bu zaman baş beyni müayinə üsulları zamanı ocaq və patologiya aşkarlana bilər. Epilepsiya zamanı baş beyin MRT müayinəsində, KT müayinəsində hər hansısa bir ocaq və patologiya aşkarlanır. EEG müayinəsi zamanı isə teta dalğalar müşahidə edilir. Lakin bunlarda da istisna məqamlar vardır ki, epilepsiyanın elə bir növü vardır ki, biz buna abortiv və ya da silinmiş forma deyirik. Bu zaman baş beyin MRT və KT müayinəsində, EEG müayinəsində hər hansısa bir patologiya aşkarlanmır. Bu halda biz pasiyentin diaqnozunu baş vermiş tutmalarla bağlı olaraq bizə təqdim edilmiş video görüntülərə və şəxsin ailə üzvlərindən aldığımız anamnezə əsasən təyin edirik. İkinci fərq, konversiyon pozuntu doğumsal, yəni anadan gəlmə deyildir, sonradan yaranır. Adətən yeniyetməlik çağına doğru irəlilədikcə 10 yaşın üzərində, xüsusilə də ki, qız uşaqlarında müşahidə edilir. Konversiyon pozuntu
10 yaşdan sonra müşahidə edilir qeyd etdiyim kimi və eyni zamanda onu da qeyd etmək istəyərdim ki, qız uşaqlarında xüsusilə də ki, menstrual sikl başlayan müddətdə daha da şiddətlənmiş olur və eyni ilə hamiləlik müddətində 3-cü, 4-cü aylarda, həmçinin doğumdan sonra daha da şiddətlənmiş olur. Qeyd edərdim ki, konversiyon pozuntu qadınlarda kişilərlə müqayisədə 2-3 dəfə artıq müşahidə edilməkdədir. Epilepsiya orqanik bir patologiyadır, yəni üzvü bir patologiyadır. Məhz buna görə də bu doğumsaldır, yəni bətndaxili inkişaf dövründən ana bətnindən formalaşır. Lakin ana bətnindən formalaşsa belə bəzən körpəlik çağından, bəzən yeniyetməlik çağından, bəzən isə yetişkinlik dövründən etibarən büruzə vermiş olur. Üçüncü fərq, tutmanın məkanı. Konversiyon pozuntulu şəxslərdə tutmalar adətən kütləvi yerlərdə, adam çox olan yerlərdə, ailə mühitində baş verir. Şəxs tək halda olduqda, yuxu zamanı demək olar ki, müşahidə edilmir. Lakin epilepsiya xəstəliyində isə bunlar həm kütləvi, adam çox olan yerlərdə, yəni ictimai məkanlarda, həm də yuxu zamanı, xüsusən gicgah epilepsiyasını buna misal gətirərdim və şəxs tək olduğu halda da müşahidə edilə bilər. Dördüncü fərq tutmanın müddətidir. Konversiyon pozuntu 15-20 dəqiqədən 2-3 saata qədər, bəzən saatlarla davam edər, bəzən isə bunun müddəti uzanaraq sutkalarla, yəni günlərlə davam etmiş ola bilər. Epilepsiya zamanı isə müddət 2-3 dəqiqədən 5 dəqiqəyə qədər davam edər. Beşinci fərq, tutmaya daxil olması. Konversiyon pozuntulu pasiyentlər tutma anında, tutma baş verənə qədər əsəbilik, gərginlik, stres, narahatlıq keçirir, həyəcan, qorxu, təşviş, təlaş müşahidə olunur. Bu zaman şəxs gərginləşir, nəticə etibarilə qışqırır, bağırır, vurur, sındırır. Ətrafda kimsə tutma müddətində ona kömək etmək istədikdə həmin şəxslərə qarşı müqavimət göstərmiş olur, üzünü, başını cırır, saçını yolur, qışqıraraq tutmaya daxil olmuş olur. Həmçinin tutma müddətində bəzən sanki hansısa bir oyun havasına oynayarmış kimi əl-qol ataraq oynayar, qəhqəhə çəkərək gülməyə başlayar. Epilepsiya zamanı isə tutmaya daxil olması qəfildən, anidən baş verər, sakit və süst halda tutmaya daxil olmuş olar. Tutmaya daxil olana qədər şəxs bunu sanki aura şəklində hiss etmiş olar. Altıncı fərq, tutma zamanı düşüncə, huş və şuurun formalaşması. Konversiyon pozuntu zamanı adətən düşüncə, şuur və huş saxlanılır. Lakin burada üzvi dissosiativ konversiyon pozuntu varsa, burada düşüncə, şuur, huş hissəvi olaraq qismən itirilə bilər. Epilepsiya zamanı isə şəxsin düşüncəsi, şuuru, huşu tamamilə itirilmiş olur. 7-ci fərq xatırlamalardır. Yəni şəxs tutmanı xatırlayırmı? Konversiyon pozuntudan ayıldıqdan sonra şəxs tutma müddətində ona necə yardım göstərdiklərini, onun adını necə çağırdıqlarını, hər birini ayıldıqdan sonra xatırlayır. Lakin pasiyentlərimin dilindən deyiləcək sözü deyəcəyim. Doktor, halım heyim olub cavab verə bilmirdim kimi ifadələr söyləyirlər. Epilepsiya zamanı isə tutmadan ayıldıqdan sonra şəxs heç nəyi xatırlamır. 8-ci fərq, şəxsin tutma müddətində bayıldığı məkan. Konversiyon pozuntu zamanı şəxsin öz iradəsindən asılı olmasa belə, yıxıldığı yerə dizlərini bükərək daha yumşaq şəkildə uzanmış olurlar və bu zaman şəxsdə travmatik bir vəziyyət, yəni zədələnmə, sıyrıq, qanama müşahidə edilmir. Epilepsiya zamanı isə şəxs qəfildən, anidən asfalta çırpıla bilər. Bu zaman şəxsdə kəllə-beyin travmaları, eyni zamanda qanama, sıyrıq, cızıqlar müşahidə edilə bilər. Həmçinin bunun fonunda şəxsdə dişlərin sınması, dilin qatlanması, dilin dişlənməsi, hətta dilin dişlənmə fonunda atılması müşahidə edilə bilər. 9-cu fərq, tutmadan ayılma. Konversiyon pozuntu zamanı şəxs necə tutmaya daxil olmuşdursa, gərginliklə, əsəbiliklə, həyəcanla, qışqırıq, bağırtı ilə, eyni zamanda emosional bir durumla daxil olubsa, elə o formada da tutmadan ayılmağa başlayır. Epilepsiya zamanı isə şəxs tutmadan oyandıqda key, küt vəziyyətdə, donuq vəziyyətdə ətrafa baxmış olur. 10-cu fərq, fizioloji aktlar. Konversiyon pozuntu zamanı fizioloji aktlar pozulmur. Yəni şəxsdə qeyri-iradi sidik nəcis ifrazı olmur, ağızdan köpük gəlmir. Epilepsiya zamanı isə şəxsdə bəzən qeyri-iradi sidik nəcis ifrazı, hətta ağızdan köpüyün gəlməsi müşahidə edilə bilər. 11-ci fərq, bəbəyin işığa qarşı reaksiyaları. Konversiyon pozuntu zamanı bəbəyin işığa qarşı reaksiyaları saxlanılır. Hətta biz əlimizlə göz qapaqlarından tutaraq aralamaq istədikdə şəxs müqavimət göstərir və göz qapaqlarını sıxmış olur. Epilepsiya zamanı isə
Bəbəyin işığa qarşı reaksiyaları saxlanılmır. Göz qapaqlarını açdıqda rahat şəkildə yenidən qapanmış olur. Eyni zamanda əlimizlə açdıqda göz qapaqlarını bu zaman göz alması sağa və sola doğru hərəkət edir. Ümumiyyətlə bu tutmalar zamanı şəxsi şillələmək, hər hansısa bir məcburi poza vermək, qaşıq ilə ağzını açmaq qətiyyən yol verilməzdir. Çünki bu halda dişlərin sınmasına, eyni zamanda tutma müddətinin daha da uzanmasına gətirib çıxara bilər. Hazırda mən sizə 3 xəstəlik qeyd edəcəyəm və qeyd etdiyim bu 3 xəstəliyin hər üçündə temperatura, yəni qızdırma, qıcolma tutmaları və eşitmə və görmə hallüsinasiyaları görünəcəkdir. Bunlara aiddir. Birincisi, üzvü mənşəli dissosiativ konversiyon pozuntu. İkincisi, gicgah epilepsiyası. Eyni zamanda buraya epilepsiyalar fonunda müşahidə olunan şəxsiyyət pozuntusu və epileptik psixozları da daxil edərdim. Üçüncüsü, şizofreniya xəstəliyi. Hər üç qeyd etdiyim xəstəliyin kliniki gedişatının müxtəlif mərhələlərində, ağırlıq mərhələlərinə uyğun olaraq qızdırma, eşitmə və görmə hallüsinasiyaları və eyni zamanda tutmalar müşahidə edilə bilər. İndi isə gəlin bunları diferensiyasiya edək. Üzvü mənşəli dissosiativ konversiyon pozuntu zamanı temperatura adətən subfebril olur. 37 və 37 yarım aralığında dəyişmiş olur. Şizofreniya zamanı isə temperatura 38, 40, 42-yə qədər yüksəlir. Biz buna febril şizofreniya deyirik. Və eyni zamanda gicgah epilepsiyası zamanı da müşahidə edilə bilər. Üzvü mənşəli dissosiativ konversiyon pozuntu zamanı eşitmə və görmə hallüsinasiyaları, xüsusən də görmə hallüsinasiyaları müşahidə olunur. Bunlar ən çox yas mərasimlərində, şəxs nədənsə qorxduqda, yanımdan ağ paltarlı adam keçdi deyə ifadələr işlətmiş olurlar. Elə bil doktor gözümün qabağından kölgə keçdi, kimsə qara paltarlı adam o tərəfə keçdi deyə ifadələr işlədirlər. Şizofreniya zamanı isə görmə hallüsinasiyaları sanki gözünün qabağında canlı lent kimi müşahidə edilir. Bu zaman şəxs sanki özünü də o kinoda görmüş olur və özünü də orada canlandırmış olur və bu şizofreniya növünə biz aneuroid forma şizofreniya deyirik. Eşitmə hallüsinasiyaları isə şəxsin beyninin içindən və uzaq məsafədən ona əmrlər verərək səslər eşitmiş olurlar. Həmçinin epilepsiya xəstəliyi fonunda müşahidə edilən epileptik psixoz zamanı da qıcolma tutmaları, eşitmə və görmə hallüsinasiyaları müşahidə edilə bilər. Təbii ki, qeyd etdiyim bu klinik əlamətlər həkim mütəxəssis psixiatr tərəfindən diferensiyasiya edilməlidir. Konversiyon pozuntunun müalicəsi. Gəlin indi isə bunlara aydınlıq gətirək. Konversiyon pozuntu bəzən epilepsiya xəstəliyi ilə kombinə olunmuş, yəni birlikdə müşahidə oluna bilər. Bu zaman şəxsdə ilk növbədə epi tutmalar müşahidə olunur və ardıca konversiyon pozuntuya keçir və nəticə etibarilə epi tutmalar 2-3 dəqiqə olduğu halda konversiyon pozuntu da buna qoşularaq tutmanın 30-40 dəqiqə davam etməsinə gətirib çıxarır. Və bu halda biz həm konversiyon pozuntunu, həm də epilepsiya xəstəliyini eyni vaxtda müalicə etmiş ola bilirik. Konversiyon pozuntuda müalicənin ilkin etaplarında trankvilizatorlardan, yəni anksiolitiklərdən, benzodiazepin qrupu dərman preparatlarından, eyni zamanda antidepressantlardan istifadə edirik. Artıq burada üzvü mənşəli dissosiativ konversiyon pozuntu varsa, şəxsdə bayılma tutmaları təkrarlanırsa, bu halda eyni zamanda şəxsin qulağına səslər gəlirsə, tutmaları şiddətlənibsə, antipsixotiklərdən, yəni neyroleptiklərdən də istifadə edirik. Bəzən isə burada tutmalar şiddətinə uyğun olaraq qeyd etdiyim kimi müalicənin növbəti etaplarında klonazepam, yəni benzodiazepin qrupu dərman preparatlarından, eyni zamanda preqabalindən də istifadə etmiş ola bilərik. Epilepsiya xəstəliyi zamanı isə sırf antikonvulsiv dərman preparatlarından istifadə edilir. Bunlara valproat asid, klonazepam, karbamazepin, həmçinin preqabalin dərman qrupundan da istifadə edə bilərik. Əgər hər ikisi kombinə olunmuş formada müşahidə edilərsə, bu zaman həkim psixiatr tərəfindən artıq bu müalicədə kombinə olunmuş formada bir və yaxud da ki, bir neçə dərman preparatlarından istifadə etmiş oluruq. Konversiyon pozuntunun və epilepsiyanın müalicəsində əsas qızıl standart nədən ibarətdir? Bu zaman digər pozuntularda qeyd etdiyim kimi düzgün diaqnozun təyin edilməsi, düzgün zaman ərzində, pasiyentə yetərli dozada, terapevtik dozada dərman preparatının seçilməsi vacib hesab edilir. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.